Salam, bugün Gurman restoran proqramında seçimlər eləməyi öyrənəcəyik. Yenə də girəcəyik müdirin parolu ilə. Bizdə müdir Ramizdir, parolu 1-dir. Bundan qabaqki videolarda göstərmişdim necə parolu dəyişmək olar. Mənə indi hesabatlar yox, əməliyyatlarda bu ofisiantlar işləyirlər, satış çekləri lazım olacaq. Və müdir olduğum üçün, burada parolu, müdirin parolunu yığıram. Burada 1-dir. Müdir gəldi. Müdiri parolunu yığanda burada belə bir şey açılır. Bugünkü qaymələrə baxmaq olur. Bugün qaymələrimiz olmayıb. Və bütün qaymələrə də baxmaq olur. Və bütün qaymələr çıxdı. Burada biz nələr eləyirik? Hansı seçimlər eləyə bilərik? Baxın, 16-sı var, 12-si var. Maraqlıdır ki, ayın 13-də səhər saat 7-də satış olub. Ancaq bu bizdə 12-si kimi qeyd olunur. Çünki bizdə tarix proqramda səhər 9-da dəyişir. Yəni, axşam gecə saat 1-də, 2-də də yeyənlər ayın elə 12-sindən düşür. Baxmayaraq ki, 13-də səhər 9-a qədər. 9-dan sonra 13-ünə düşür. Bu vaxtı dəyişmək olar. Başqa restoranda, başqa cürcüsə elə eləmək olar. Bu, indi intora bağlıdır. Intoru vaxtını elə dəyişirlər. Səhər saat 9-da bunlar dəyişirlər. Gecədən hamını salırlar. Yəni, check-in, check-out eləyirlər. Sonra vaxtı dəyişirlər. Ona görə burada da belə gedir. Ayın 13-ü səhər saat 9-a qədər hamısı düşür 12-sinə. Mən burada indi qoysam, burada qoysam 12-si. Burada qalacaq, baxın, qoyuram 12-si. O indi burada 1 yazır. Yox, mənə lazım text filter ya da belə eləmək. Belə də olar. Text filter və burada yığırsan equals, yığırsan tarixini ki, falan tarix qalsın. O çətindir. Daha asan da olar ki, tarixi hamısını qeyd eləyək. Sağ düymə ilə equals, bu tarix görürsün, tam gəldi. Bayaq, belənçi də qeyd edirəm. Bura baxın. Ancaq nöqtə, nöqtə. Onda hansılar gələcək? Onda burada gələcək sodержит, görürsünüz, contains, yəni ki, tərkibində var. Bu, faktiki ancaq 9-cu aylar qalacaq. Bir dənə 9-cu aylara baxacaq. İndi mənə isə lazımdır ki, belə eləsəm, ancaq tarix 12-si olana qalacaq da. 12.09, 12.10, bu lazım deyil mənə. Neyindirəm ki, ancaq 12.09 eləsəm, bütün illərdə 12 sentyabrda nə satışlar olur, bu olacaq. İndi mən yığıram bu hamısını 12-ni və burada yazıram equals 12. Ancaq 12-lər qalıb. Və mən burada 12-sin summalarını görürəm. Yəni, nə qədər məbləğ olub, nə qədər nağd gəlib, kassaya da gəlib, ödənilib. Nə qədər nağd, nə qədər kredit ödənilib, kimi və bu qədər ödənilib. Qalan məbləğ ödənilməyib. Ayın 12-sindəydi bu. Bura girirəm təzədən və buradan çıxardıram filtri. Yəni, yenə də hamısı gəldi. Bu dəfə 16-sına baxmaq istəyirəm. Misal üçün, qeyd edirəm 16-sını birini və burada equals 16-sı. Yalnız 16-sı qalır. 16-sında isə məndə 144 manat 85 qəpiklik məbləğ olub. Kassaya gəlib 90 manat 20 qəpik. Bundan ödənilib, yəni nağd gəlib 90-20, ödənilib ancaq 64 manat 90 qəpik. Hamısı da nağd kredit kartdan ödənilməyib burada. Ödənilməyənlər hamısı burada sarı iləndir. Girsəm bura və mən bunu tam ödəniş eləsəm, ödənildi. Məndə indi printer yoxdur. Ona görə belə oldu. Ödənildi. Hansıydı? Yadıma. Deyəsən buydu da. Bir dənə bunu da baxaq. Girdik, ödədik. Görürsünüz, dahi sarı deyil. Dahi sarı deyil. Ödənilib, ödənişi də var. Və bu dəfə bir də bütün qaymələri çıxaq təzdən girək. Bütün qaymələri qeyd eləyəndə məndə oca göstərir ki, abarot 250 manatdır, 156 manat ödənib və burada baxın, bunun 131-i, 156 manat nağd olub, 144 manat ödənilib, 131-i nağd ödənilib, 13.05 şey ödənilib, belə ödənilib. Bu cəmini göstərir, bu isə ödənilmişləri göstərir. Belə. Yəni, istənilən şey qoymaq olar da, filtr qoymaq olar. Misal 16-da qoymuşam burada, görürsünüz, yalnız 16-da. Əlavə istəyirəm qoyum ki, misal üçün, birinci stola aid olanlar.
Bu üstə silinib. Bunlar silinib. Yəni ki, bunlar açıblar, bağlayıblar, heç nə yazmayıblar burada. Görürsünüz, biz öyrənirdik, ona görə yazırdılar, heç nə yazmayıb çıxırdılar. Bunlar silinib. Bu nömrə silinib, buradan üstə heç nə yoxdur. Hansı ki, silinməyib, onları misal üçün baxa bilərik. Misal üçün, mənə lazımdır ancaq birinci stol qalsın. Ya mənə lazımdır ancaq Kamal qalsın. Onda bunu seçirəm, bayaq tarixi seçirdim. İndi Kamalı seçirəm, girirəm bura, equals Kamal. Ancaq Kamal qaldı. Kamalın summaları da bulardır. Məbləğ bu qədərdir. Bu ödənilməyib. Bu hələ ödənilməyib 20 manat da bu hələ qalıb. Ümumiyyətlə belədir. Ödənilənlər hansılardır görürsünüz. Çıxıram buradan. Beləncə qoya bilərsiniz, hara istəyirsiniz. Kaşlara baxa bilərsiniz, ödənilmişlərə baxa bilərsiniz, yalnız ödənilmişlərə baxa, ödənilmişlər də bunlardır. Filtr qoya bilərsiniz burada. Ancaq -1 yəni qeyd olunmuşlar. 0 isə qeyd olunmamışlardır. Bu ancaq ödənilmişlər qaldı və burada oca eyni göstərəcək. Cəmi abarot da budur, ödənilib də budur. Çünki ancaq ödənilmişlərdir. İndi filtri götürmək üçün yerində durursunuz. Tarixdə filtri götürdüm. Burada heç tarixdə indi filtr yoxdur ki. Filtri hara qoymuşam? Bura qoymuşdum. Clear filtr. Buradan filtri getirdim. Kamalda qalıb filtr. Girirəm. Kamaldan da filtri getirirəm. Sonra nədir? Ya da ki, ən rahatı, eğer bütün filtrləri getirmək istəyirsə, buradan çıxıb yenidən girmək, yenidən parolunuzu yazırsınız. Müdirin parolu olmalıdır burada və tıkıldayırsınız. Bunlar əmələ gəlir. Yəni bütün qaymələrə baxırsınız. Daha axtarmırsınız ki, harada filtr var. Elə belə edirsiniz, hamısı açılacaq. Buyurun, bu da bugünkü dərsimiz.